Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bu gün sizlərə çox gözəl, şəxsi tikili 2 sot torpaq sahəsində inşa olunmuş 11-in 10-a ölçülərində 110 kvadrat metrlik tikili sahəsinə malik olan Kupçalı yerdən 10 daş kürsülü həyət evini təqdim edirəm. Təqdim etdiyim həyət evi Abşeron rayonu Masazır qəsəbəsində yerləşir. Dəyərli izləyicilərimiz, qeyd edim ki, evimiz 10 il bundan əvvəl inşa olunub, sadəcə olaraq təmiri yenilənib. Çox gözəl evdir. Baxın, evin sağı da, solu da fikir versəz açıqdır, tək evdir. Yəni həyətə sağ-sol qonşuların heç birinin pəncərəsi baxmır. Evin yan hissəsi yoldur, ehtiyat su çəni var, qazı, suyu, işığı, kanalizasiya mərkəzidir, sayğacları quraşdırılıb, yerdən kürsülü hündür, zirzəmi hissəsi var. Həyətində də baxın belə bir kiçik də olsa bir torpaq sahəsi ayrılıb. Bir sotda ev inşa edilib, bir sotda baxın bir sotdakı belə bir həyət yanı sahəsi qalıb. Ünvan Masazır qəsəbəsi, Kontakt Tomu, Gəncə Təndirlinin, Pella Mebelin yaxınlığında, Pella Mebelin arxa hissəsində yerləşir. Şəxsi tikili evdir, yerdən kürsülüdür və bu ərazinin hündür yerindədir. Buna qeyd edim ki, bu ərazidə Kupçalı evlər çox az hallarda, çox nadir hallarda satışda olur. Bu evimizdə o həmin o Kupçalı evlərdən biridir. Özünə şəxsi tikili ev axtaran alıcılar üçün gözəl təklifdir. Elə qiyməti də qeyd edəcəm 95.000 manata. 95.000 manata düşmə təklifdir ki, 4 otaq, şəxsi tikili belə bir ev yola yaxınlıqda yoxdur. Magistral yoldan 150 metrlik məsafədədir. Yəni 150 metr Quruntavoy yoldur, qalan bütün yol isə asfaltdır. Bu evə daxil olduqda belə bir balkon hissəsi var. Şəxsi dədə-baba evlərində necə olurdu? Evə daxil olmamışdan öncə belə bir balkon hissəsi. Burada rahat şəkildə bir qardırob yığdırarsınız. İnşallah gələcəkdə kim alsa Allah xeyrini versin, Allah alanı da satanı da. Evə daxil olduqda otaqlar dəhliz vasitəsilə paylanılır. Təmir yenidir. Bir daha da qeyd edirəm. Tikili köhnə olsa da təmiri yenidir. Evdə yaşayış yoxdur deyə, yəni ikinci, üçüncü ev kimi istifadə olunduğu üçün təmiri yenilənmə qərarına gəlib ev sahibi. Burada evimizin gözəl bir qonaq otağı var. Qonaq otağının 2 işıq düşən pəncərəsi vardır ki, ölçülər hardasa 4-ün 5 yarım ölçülərindədir. Otaqların hamısı genişdir, çox gözəl, çox əla bir evdir. 2 pəncərəsi var. Evdə bugünkü gündə yaşayış üçün, yəni lüstrdür, pərdədir, kombisidir, hamamın aksesuarları hamısı var. Lap qiymətdə razılaşsaz ev sahibi mətbəx mebelini də yığdıra bilər. Qiyməti 95.000 manata təklif olunur. Evin ən kiçik otağı, baxın bu otaqdır ki, bu otağın da ölçüsü hardasa 3-ün 4-ü olar. 3-ün 4-ü olar təxminən və 2 böyük bir yataq otağı vardır ki, hər ikisi də demək olar ki, qonaq otağı ölçüsündədir, 4-ün 5 ölçülərindədir. Çox geniş otaqları var, tavanda spotlar quraşdırılıb, çox əla evdir. Həqiqətən belə evlər yola bu cürünə yaxın, Kupçalı, çıxarışlı ev tapmaq çox çətindir. 4 otaq olsun və şəxsi tikili ev olsun. Sanuzeldə göstərəcəm sizlərə. Bax, burada evimizin mətbəxi yerləşir. Belə bir mətbəx hissəsi var. Sanuzeldə baxın, buradadır ki, köhnə evlərdə necə olurdu? Hamam otağı evdən ayrı. Eyni qaydada baxın, bu evdə də belədir. Dəyərli izləyicilərimiz, buyurub zəng edib maraqlana bilərsiniz.